Bakıda həyat yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işinin məhkəmə baxışı keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə baş tutan iclas şahid ifadələri ilə işini davam etdirib. Prosesdə çıxış edən təqsirləndirilənin atası Seyfəddin Quliyev oğlu tərəfindən qətlə yetirilən gəlinindən yox, övladından şikayətçi olduğunu deyib. Buna görə də o, hakimdən oğluna ən ağır cəzanı istəyib. Bundan sonra iclas zalında gərgin anlar yaşanıb. Möhtərəm hakim buna ən ağır cəzanı verin. Xahiş edirəm sizə. Siz şahidsiniz, siz onu istəyə bilməzsiniz. Sırf geliyorsa da bir buraya Məhkəmənin növbəti iclası mayın 1-nə təyin edilib. Qeyd edək ki, hadisə 2025-ci il aprelin 20-sində Bakının Əhmədli qəsəbəsində baş verib. Gənclər yataqxanasında yaşayan 25 yaşlı Aysel Qurbanovanın elektrik naqili ilə qəsdən boğularaq öldürülməsi barədə polisə məlumat verilib. İlkin araşdırmalarla məlum olub ki, Rusiyada yaşayan Ziyəddin Quliyev hadisədən 2 ay əvvəl Bakıya gəlib. Ailə münaqişəsi zəminində həyat yoldaşı Aysel Qurbanovanı elektrik naqili ilə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Onun barəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, xüsusi amansızlıqla törədildikdə maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.